Salam, hər vaxtınız xeyir olsun dəyərli dinləyicilərimiz. İş bilən verişi efirdədir. Həftənin ilk iş günüdür. Hər birinizi inanıram ki, hər biriniz üçün uğurlu olub, düşərli olub, xoş başlayıb. Kimin işi də yaxşı başlamayıbsa, istədiyi nəticələri əldə edə bilməyibsə, narahat olmayın. Bizi dinləyin və müsbət enerjiyə köklənin dəyərli dinləyicilərimiz. Xəzər FM-də iş bilən verişini dinləyirsiniz. Aparıcınız mən Anar Saylıoğlu və mənim dəyərli həmkarım Aynur bəylərdir. Aynur, keyfin, halın, vəziyyətin necədir? Anar, sən danışdıqca mən indi sənə baxıram. Enerjim o qədər belə yaxşılaşdı ki, çünki gərgin bir iş rejimi idi bugün gün ərzində keçirdiyimiz. İnşallah ki, bayramı və yeni ili çox gözəl qarşılayarıq və indi sən danışanda mən hiss elədim ki, o gərginlikdən əsər əlamət qalmadı və mənim çox əhval-ruhiyyəm dəyişdi. Bu arada köynəyin də çox mübarək. Təşəkkür edirəm. Bayram qabağı təzələnmisən. Gün ərzində özümü sənə göstərirəm ki, bəlkə bir xoş söz deyəsən. Sən indi eşitdim, buna da şükür. Saxlamışdım radio. Buna da şükür. Anar, və o qədər gözəl bir mövzuya toxunacağıq ki, bugün və mən əminəm ki, bu günlərim dinləyicilərimizin 99% onda 9-u, yəni bu mövzu haqqında çox maraqlanacaq. Fidan da oradan sənə baxır ki, bizim hansı mövzumuz yaxşı olmayıb ki? Fidan onun şokundadır ki, efir qabağı Aynur xanım tamamilə başqa əhval-ruhiyyədədir. İndi mən onu tanıya bilmirəm. Belə daha yaxşıdır. Məncə də qonağımızı təqdim elə, Anar, sonra keçək bu mövzumuza, çünki çox qonağımızı təqdim edim. Artıq qonağımızın anonsunu biz 5-ci gündən təqdim etmişik. Sosial şəbəkə hesabımızda da paylaşımlar olunub. Bizim deməli qonağımız Mirşahin Əlizadədir. Klinik psixoloq, Dünya Yaddaş Olimpiadaları Federasiyasının üzvü. Soruşacağıq ki, görək nə işləri var, nə yenilikləri var. Ümumiyyətlə 2026-cı ilə necə hazırlaşır, 2025-ci il onun üçün necə keçib və müxtəlif mövzularla bağlı sizin də suallarınız varsa 055 203 11 03 nömrəsi də əlaqə saxlaya bilərsiniz. Və ən əsası da səncə biz nədə danışırıq? Yaddaşdan. Çünki yaddaş, son vaxtlar, bəli, yəni insanların çoxu yaddaşın zəifləməyindən danışır və mənim ən sevdiyim bir mövzu da var ki, şuuraltı inanclar. Bəli. Mirşahin, xoş gəlmisiniz. Necəsiniz? Xoş gördük. Əla. Onsuz da yaxşı hiss eləyirdim özümü. Hərçənd ki, gələndə sizin bu pozitiv enerjinizi gördüm, daha da yaxşı oldu. Biz bunu sevinirik. Sevinirik biz. Ümumiyyətlə mövzunu açmamışdan öncə bir çox dinləyicilər var ki, bəzi insanlar var ki, hələ də nə qədər bu haqqda biz danışsaq, nə qədər də sosial mediada paylaşımlar olsa da, kliniki psixoloqla və psixoloqun fərqini bilmirlər. Bunun bir fərqini izah edək. Daha sonrası Aynurla mənim və dinləyicilərimizin biri bilsəz ki, nə qədər sualları var, maraqlı çünki mövzuları. Çünki onlar özü yaddaş səhvindən çox əziyyət çəkir. Buyurun. Çəkmirəm, amma boynuma qoydum. Bilirsiniz, psixoloqla klinik psixoloqun fərqi odur ki, ortaq cəhət odur ki, ikisi də psixoloq. Bəli. Fərqi ondan ibarətdir ki, universitetlərdəki 4 illik bir bakalavr təhsilindən sonra psixoloq adı alınır. Amma klinik psixoloq olmaq üçün 2 il magistr təhsili almaq lazımdır ki, klinik şəraitdə pasientlərlə işləyib hər hansı bir psixoloji problemin psixoterapiya vasitəsilə müalicəsini apara bilsin. Fərq ondan ibarət. Bəs Mirşahin bəy, indi gələk bu əsas məsələlərdən birinə ki, niyə son vaxtda bütün insanlar yaddaşlarının zəifliyindən şikayətlənir və üstə gəldə bir terminimiz var da, çox sevilir bu. Mənim psixoloji durumum qaydasında deyil, o mənim yaddaşıma da dəysin. Mən ümumiyyətlə özümdə deyiləm. Və yaxud da ki, söz demək istəyirsən, deyirlər ki, mənə əl dəymə, mənə panik atağım tutub. Mənə heç bir şey demək. İndi bunların da bir səbəblərini açarıq. Bilirsiniz, birinci növbədə insanların çoxu yaddaş zəifliyindən bəli şikayət edir. Lakin mən əminliklə bunu deyə bilərəm ki, insanların yaddaşlarının çoxsunda problem yoxdur. Sadəcə olaraq onu istifadə etməyin qaydasını bilmirlər. Bizə gələn müraciətlərin də çoxunda biz bunu görürük. Bu sanki bilirsiniz nəyə bənzəyir? Siz ev üçün bir mətbəx robotu alırsınız, bir cihaz alırsınız. Mağazada onu alanda yoxluyursunuz işləyib işləməməyini, görürsünüz ki, işləyir. Evə gətirib baxırsınız, görürsünüz ki, işləmir. Və elə bilirsiniz ki, aparat xarab olub ya da nasazdır, yanlışlıqla almısınız. Gedib yenidən mağazaya şikayətinizi bildirəndə onlar bir şey edirlər, aparat yenidən işləməyə başlayır. Məlum olur ki, siz əslində həmin cihazı işlətməyin qaydasını bilmirdiniz. Halbuki aparatda işləməyən bir şey yoxdur, aparat işləyir. Sadəcə siz onu işlətməyin qaydasını onda bilməmisiniz. Onda belə bir çıxır ki, biz yaddaşımızı işlətməyin qaydasını bilmirik. 100%. Yəni bəs onda niyə deyirlər ki, mənim beynim çox yüklüdür, həddindən artıq informasiyalarla və yaxud da ki, əsas bəzi informasiyaları yadında saxlaya bilmirəm. Bu bir inancdır. İnsanlar bunu belə zənn edir. Çünki bizim reallığımızı, bizim inanclarımız yaradır. Biz də yaddaşımızla bağlı bu belə olduğuna inanırıq. Onda hörmətli Mirşahin bəy, biz yaddaşımızı necə işlədək? Yaddaşı işlətmək üçün birinci növbədə yaddaşın necə işlədiyinə baxmaq lazımdır.
dinləyicilərə və sizə bir sualım olacaq bunun üçün. Sual budur ki, siz 3 gün bundan qabaq nə yediyinizi xatırlayırsınızmı? 3 gün bundan öncə neçənci gün düşür ayının 5-ci gün. Bəli, mən xatırlayıram. Mən xatırlamıram. Mən xatırlayıram. Net olaraq deyim ki. Deyim nə yemişəm? Deyə də bilərsiniz, deməyə də Laylay, bilərsiniz. badımca və kotlet. Axşam yeməyi o idi, səhər yeməyi də yəni məndə onsuz da Bəs bir eyni həftə olur. əvvəl Onu artıq deyə bilmərəm. deyə bilməzsiniz. Biraz dərinə getsəm hardasın? Onda mən Hardasa deyə bilərəm. onlardan ağır durumdayam. Mən ümumiyyətlə xatırlamıram. Yəni olsun bir həftə bundan qabaqkını xatırlamırsınız. Amma yəqin ki, orta məktəb illərindən bu yana yadınızda qalan xatirələr var. Əlbəttə. Sual olunur, necə olur ki, bir həftə bundan əvvəl yaşadığımız, nə yediyimiz yadımızda deyil, amma illər öncə yaşadığımız bir şey hələ də yadımızdadır. Halbuki biz həmin informasiyanı təkrarlamırıq da. Düzdürmü? Amma yadımızda qalır. Bəli. Yaxşı. Bunun bir dənə sirri var. Yaddaşın ümumiyyətlə işləməyinin bir dənə prinsipi var. İnsan yaddaşı duyğularla işləyir. Yəni yaddaş tamamilə duyğu ilə bağlı olan bir şeydir. İnsan beyni duyğusal məna yüklədiyi şeyi yadda saxlayır, duyğuların olmadığı bir şeyi yadda saxlamır. Bir həftə bundan əvvəlki şeydə yediyiniz o yemək nəyə görə yadınızda qalmayıb? Adi günlərdən biri olub. Amma bir həftə bundan qabaq xüsusi bir yeni il şənliyində olsaydınız, orada xüsusi bir süfrə açılsaydı, orada yediyiniz yadınızda olardı. O zaman biz tutalım ingiliscə söz öyrəniriksə, bura duyğumuzu mu qataq ki, Bəli. yadımıza qalsın? Bəli, istənilən informasiyanı öyrənəndə mütləq şəkildə ora duyğu qatmaq lazımdır. Çünki beyin lazımsız informasiyanı yadda saxlamır. Nəyin lazımlı, nəyin lazımsız olduğuna da onun içindəki duyğuya istinadən qərar verir. Duyğu varsa deməli lazımlıdır, duyğu yoxdursa deməli lazımsızdır. Onda mən belə başa düşdüm ki, biz nə isə öyrənmək istəyiriksə və yaxud da nə isə yadımızda qalmağını istəyirsə, ona bir səbəb əlavə eləməliyik ki, bunu buna görə mən yadımda saxlayıram. Hətta birazdan bunun bir testini də eləyə bilərik. Hətta sizlərlə də, dinləyicilərlə də bunu eləyə Mən bilərik. razıyam. Dinləyicilərlə də etmək olar. Mən də razıyam. Bu meydanda təkəm. Aynı razı dinləyicilərin olmayacaq. qarşısında pərt olmaq istəmirəm. Ona görə mən də Yox, pərt mən görəm olmayacaqsınız. siz onu anlarla eləyəsiniz. Mən zaten dedim ki, meydana mən tək Mən də atılıram. ürəkli qızam, eləyək. Amma mən sizə Mən razı. zəmanət verirəm ki, siz eləyə biləcəksiniz. Hə? Eləyək. Bəli, garanti Mənə çox verirəm. maraqlı gəldi. Siz ikiniz Eləyək. Nəyə əsasən zəmanət verdi? Çünki mən bilirəm insanların beyni necə işləyir. Yox, onun beyninə, qələminə söz ola bilməz. Sözü kəsər, özü dəyərlidir, görünür zaten. Bəs Mişan bəy, niyə görə deyirlər ki, çox indi də əlaqələndirirlər ki, həddindən artıq çox kitab oxumalısınız ki, sizin yaddaşınız daha iti olsun? Xeyr, belə bir şey yoxdur. Adam yaddaşda saxlaya bilmirsə, o oxuduğu şeyi istədiyi qədər oxusun, istəyir ensiklopediya oxusun, onun yadında qalmırsa, o necə itilənə biləcək? Belə bir şey yoxdur. Bəs psixoloji cəhətdən insan öz-özünə də təsir edə bilərdi ki, mən bunu yadımda saxlaya bilməyəcəm, onsuz da mənim yaddaşım zəifləyib, onsuz da mən get-gedə yaddaşımı itirirəm. Və yaxud da əks təsirlərdən belə düşünə də bilər. Təbii ki. Yəni insanın zehni ilə bədəni eyni sistemin ayrılmaz bir tərkib hissəsidir, birlikdə işləyir. Ona görə də fikir verin, duyğularınız dəyişəndə bədən pozisyonunuz da dəyişir. Məsələn, özgüvənsiz hiss etdiyiniz, zəif hiss etdiyiniz anlarda çiyinləriniz düşür aşağı, boynunuz bükülür və s. Özgüvənli olanda insan daha belə iri, dik bir şəkildə dayanır ya da əsəbləşəndə, heyvanlar aləmində də belədir. Məsələn, xoruzun əsəbləşməyinə baxın, qanadlarını dik durur, aslanın da belə boğazının ətrafındakı tüklər şişir. Siz biraz öncə bizim əsəbləşməyimizi görmədiniz. Anar görmədim. Məncə yaxşı ki, görməyib bu. Reklamdan sonra bizim yaxşı bir yaddaş testimiz olacaq Mirşahin bəylə. Amma ki, Anar, sənin fikrini keçməmişdən öncə indi mən bir anons keçim ki, Anarın fikrindən sonra biz danışacağıq. Qabaqdan da bayram gəlir, şuuraltı inanclardan ki, mənim çox bayramla da bağlı şuuraltı inanclarım var. Bunun həyatımızda nə kimi təsiri var və ya nə kimi nəticəsini görə bilirik. Mirşahin bəylə bunun cavablarını alacağıq və buyur Anar, sən elə baxırsan üzümə ki, mən bildiyim də yadımdan çıxır. Yaddaşa gəlir. Yox, mən son günlər yuxusuzluq problemi yaşayıram. Bu da düşünürəm ki, səbəbkarı və günahkarı özməm. Çünki daha çox mütaliə etməyə, araşdırmaqla bağlı belə bir addımlar atıram. Bu da ki, daha çox rahatlıq verə mən gecələrdə. Hər kəs yatır, sakit, yazan yox, axtaran yox. Və bu mənim artıq yuxusuzluq problemi gətirib məndə çıxarıb. Və deyirlər ki, çox nadir hallarda yatan, bu cür halları yaşayan bir insana yaddaşsızlıq problemi yaranır. Doğrudur, doğru deyil. Yoxsa məni qorxudurlar ki, saat 11-də yatım. Doğrudur. Yəni yuxu ümumiyyətlə yuxu qidadan daha vacib bir şeydir insan həyatı üçün. İnsan ac, susuz 3 gün, 4 gün yaşaya bilir, amma yuxusuz yaşaya bilmir. Çünki yuxu insan beyninin təmizlənməsidir.
Ona görə də balı sən vaxtında yat. Yəni, yuxu mütləq şəkildə. Yuxu zamanı, yəni bizim hüceyrələrimiz, bizim bədənimizin özünü bərpa prosesi də ən güclü yuxu zamanı gedir. İdmançıların çoxsundan eşitmiş olarsınız, idman zalında əzələ böyümür. Yuxuda böyüyür. Yuxu zamanı insan bədən özünü bərpa Doğru 8 saat yuxu yatmaq lazımdır. Xüsusilə də deyirlər 10-11 arası yat, səhər erkəndən oyan. Bizim suallarımız da çoxdur, amma sponsor təqdimatı edəcəm. Ondan sonra isə mənim də maraqlı bir suallarım var ki, yaranan travmaları sizin sayənizdə yox etmək olarmı, unutturmaq olarmı, sağaltmaq olarmı? Çünki sosial şəbəkə hesabımda hal-hazırda mən canlı açmışam, orada suallar var. Aynur xanım təbii ki, icazə versə biz də sevərək o sualları... Sevgidən travma yaşayıblar, nəyi unutmağa çalışırlar? Bilmirəm, dərinliklərini yazarlar ətrafda, biz də bilərik. Dəyərli dinləyicilərimiz, suallarınız varsa 055 203 1103 bizim WhatsApp nömrəmizdir. Mirşahin bəy ilə əlaqə saxlamaq istəyirsinizsə 099 939 66 99 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hal-hazırda İş Bilən verilişində sponsor təqdimatı edirəm. Dəyərli dinləyicilərimiz, baş sponsorumuz Kayin Cars'dır. Əgər siz də Çindən istənilən avtomobil sifariş vermək istəyirsinizsə və özü də ən sərfəli qiymətli mütləq şəkildə seçimimiz baş sponsorumuz Kayin Cars olsun. Kayin Cars'ın digər şirkətlərin fərqi nədir? Tam rəsmi müqavilə ilə hər şey həyata keçirilir. Eyni zamanda ekspres çatdırma ilə siz zamana və vaxta qənaət etmiş olursunuz. Söz verdiyimiz vaxtda isə avtomobil sizə təhvil verilir. Instagram səhifəsi Kayin Cars az yazaraq daha da ətraflı məlumat toplaya bilərsiniz. 050 559 36 38 isə Kayin Cars'ın əlaqə nömrəsidir. Ünvanı da qeyd edim. Babək prospekti Hyundai Auto Plaza Mall və onu da qeyd edim ki, xüsusilə dəyərli dinləyicilərimiz, yeni ildə yeni oyunlarımız olacaq. Mütləq şəkildə bizi dinləməyi unutmayın. Və bir faydalı məsləhətim var dəyərli dinləyicilərimiz. Əgər siz də səhər yuxudan oyanarkən iştahınız az, amma axşam iştahınız çoxdursa və yaxud da 8 saatlıq yuxu rejimini almısınızsa, tamına yatmısınızsa, lakin günorta və yaxud da axşam zamanı yuxunuz gəldiyirsə 1 saata yatın, mütləq şəkildə bunun sizdə endokrinoloji və yaxud da hormonoloji bir problemi var və sizə peşəkar, işinin peşəkarı olan endokrinoloq, nutrisioloq Səbinə Ziyafət İbrahimovanı məsləhət görən bu problemləri kökündən həll edəcək. Əlaqə nömrəsi 051 330 1400 və qeyd edilmiş dəyərli doktorumuz Memorial Hospitalın Nərimanov filialında çalışır. Təşəkkür edirik sponsorlarımıza, dəyərli dinləyicilərimiz. Biz isə Mirşahin bəy ilə davam edirik. Mirşahin bəy ilə biz davam edək. Hansı mövzunu işıqlandıraq? Mənim sualıma cavab mı alaq, yoxsa sənin sualından, inanclardan? İnanclardan danışaq, bu şüuraltı inanclardan. Çünki Mirşahin bəy, çox insanların şüuraltı inancları var və bunun nə kimi insanların həyatında rol? Çünki bəzi insanlar bu şüuraltı inanclara o qədər üzərinə belə inandırırlar ki, bütün həyatlarını ona yönəldirlər. Və təsəvvür edin ki, bu son zamanlar belə bir hallar baş verir. Sosial şəbəkələr paylaşılır, insanlar buna inanmağa başlar. Bilmirəm nə qədər təsir var ya yox. Misal üçün mən özümü inandırıram və güvənim artır. Amma insan var ki, Aynur, telefona belə pul şəklini qoyur ki, mənə pul gələcək. Evində hər yerində kağız yapışdırır ki, arzularını qeyd edir və düşünür ki, buna inanc olacaq. Mən də buna bağlı fikrim olacaq, amma sizin cavabınızı alım. Başıma nə gəlib bununla bağlı? Mən də etmişəm. 8 avqust günü ilə əlaqədar nəticə necə olub? Bunu sizə reklamlardan sonra bölüşərəm. Buyurun, sizin cavabınızı alaq. İnanclar həyatımıza ən güclü yön verən əsas nüanslardır, elementlərdir. Çünki elə bir insan yoxdur ki, onun inancı olmasın. Bu inanclar sadəcə mənfi mənada olmur, müsbət mənada da olur. Yəni bizim reallığımızı, bizim həyatımızı yaradan şey bizim inanclarımızdır. Çünki biz yaşadığımız həyat boyunca bizim zehnimiz 2 hissədən ibarətdir. Öncəliklə onu deyim. Şuur və şuuraltı. Şuur həyatımızın 5%lik bir hissəsini idarə edir. Şuuraltı isə 95%-ni. Məqsəd, arzu, istək, iradə, məntiq, bunlar şuurlu zehnin funksiyalarıdır. Hər şeyi avtomatik idarə edən vərdişlər, avtomatik düşüncələr şuuraltının özəllikləridir. Və şuuraltının tamamı inanclardan ibarət bir bazadır. Bu inancların böyük bir qismi 0-6 yaş arası proqramlanır. Yəni biz ya bir şey öyrənirik, ya da bizə bir şey öyrədirlər. Məsələn, ya biz bir şey etməyə çalışırıq. Məktəbdə ilk dəfə
ev tapşırığımızı yerinə yetirəndə düzgün yerinə yetirmirik və deyirlər ki, sən səhv elədin bunu, bacarmadın. Nəticədə bizim zehnimiz uğursuz olduğumuz bir qənaətinə gələ bilər və uğursuz olduğumuza inanır. Ya da bizim beynimizə o qədər deyirlər ki, sən heç nəyi bacarmazsan, sən onsuz da başarısız bir insansan, bizim beynimiz yenə də o inanca sahib olur. Yəni iki cür öyrənirik bunu, öz təcrübələrimizdən ya da bizə öyrədilənlərdən. Həyatımızın ilərləyən dövrlərində belə bir vəziyyətə düşəndə bizim davranışlarımızı həmin inanclar idarə edir. Yəni üstündən 20 il keçdikdən sonra siz iş həyatına atılanda, siz işdə uğurlu olmaq istəyəndə, siz fərqində olmadan şuuraltı zehniniz buna bənzər bir hadisəni nə zaman yaşadığınızı sizə xatırladır. Siz bunun fərqində olmursunuz. Şuuraltı zehin amma bunu bilir. Və deyir ki, buna bənzər situasiyanı sən ilk dəfə uşaq vaxtı 1-ci sinifdə ev tapşırıqlarını yerinə yetirərkən eləmişdin. Yaşamışdın. Şuuraltı üçün sadəcə ağ və qara rənglər var. Yəni, hal-hazırki uğur ilə o zamanki uğur anlayışı tamamilə bir-biri ilə eynidir. Uşaq vaxtı da uğurlu olmaq istəyirdin, indi də uğurlu olmaq istəyirsən. Sadəcə oradakı uğurun ev tapşırıqlarını yerinə yetirmək idi, indiki uğurun karyerada yüksəlməkdir. Amma eyni şeydir məntiq baxımdan. Nəticədə oradakı inancı, uğursuz olduğu inancı olduğu üçün, bu da həmin hadisənin eynisi olduğu üçün bizim gözümüzdə deyir ki, deməli sən burada da uğursuz olacaqsan. Buna inandığı üçün bu inancla başlayır hərəkət etməyə. Mən bu işdə uğursuz olacağıma inanıramsa, karyerada başarısız biri olacağıma inanıramsa, nəticədə mən özümü çox gərgin və stresli hiss edəcəm. Və uğurda qazanmırsan. Qazanmayacağım çünki negativ bir duyğu qarşısında, stres qarşısında canlının verdiyi 3 dənə reaksiya var. İnsan ya mübarizə aparır, ya qaçır, ya da donub qalır, heç nə eləyə bilmir. Bu zaman nə etmək lazımdır? Bunun cavabını biz reklamlardan sonra sizdən alsaq olarmı? Olar. Dəyərli dinləyicilərimiz, sizin suallarınız varsa 055 203 11 03 bizim WhatsApp nömrəmizə yazın. Nələr olacaq, nələr. Aynur, nə edirik hal-hazırda? Reklamlar. Reklamlara ayrılırıq. Xəzər radiosunda reklam vaxtı. Çindən avtomobil gətirmək heç bu qədər asan olmamışdı. Kain Cars'la siz xəyalınızdakı avtomobilə ən sərfəli qiymətlərlə sahib ola bilərsiniz. Şirkətimiz sifarişləri tam rəsmi müqavilə ilə həyata keçirir. Ekspres çatdırılmamızla zamana qənaət edirsiniz. Söz verdiyimiz vaxtda avtomobil sizə təhvil verilir. Həmçinin Çindən Azərbaycana avtomobil daşıma xidmətimizdən faydalana bilərsiniz. Telefon 050 881 66 77 050 559 36 38. Instagram Kain Cars Az. Bədəninizdə enerji azalır, çəki artır, amma səbəbini tapa bilmirsiniz? Yuxusuzluq, hormon balanssızlığı, yorğunluq. Bütün bunlar endokrinoloji problemlərin əlaməti ola bilər. Endokrinoloq, nutritsoloq Səbinə Ziyafət İbrahimova ilə bu problemlərə tez bir zamanda həll yolu tapacaqsınız. Doktor Səbinə Ziyafət İbrahimova. Telefon 051 330 14 00. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdir. Qafqazın ən böyüyüsən, Abşeron, evimizin hər şeyisən, Abşeron, seçimlərin əzəlidir, Abşeronum mənim. Abşeron Ticarət Mərkəzi. Evdən bağa, təmirdən tikintiyə hər yol Abşerondan keçir. Evinizə nə lazımdırsa, Abşerona gəlin. Mayak Residence, şəhərin yeni siması. Premium həyatın yeni ünvanında mənzillər 17.500 manat ilkin ödənişdən başlayan qiymətlərlə ipoteka və daxili kredit şərtləri ilə satışda. Ətraflı məlumat üçün Ulduz 4554-ə zəng edin. Xəzər radiosunda reklam vaxtı. Yanımda olmağına öyrəşdim, yanımda olmağına öyrəşdim, yanımda olmağına öyrəşdim, öyrəşdim, öyrəşdim. Səni görüb oluram lal kimi, dodağı yanağı bal kimi, eşqimin odu tək sakini, odu qəlbimin hakimi. O denizli küleydi, o bir ayrı güneşti, onunla ayrıdı her şey. O gülür fəsilər değişir, yanımda olmağına öyrəşdim, yanımda olmağına öyrəşdim.
Duyulmadı sesi, sessizliği belə həzindir. Sevgisi gözlərimi tutub əsir, görə bilmirəm heç ayrı bir kəssiz. O dənizli küləkdi, o bir ayrı günəşdi. Onunla ayrıdı hər şey, o gülür fəsillər dəyişir. Yanımda olmağına öyrəşdim, yanımda olmağına öyrəşdim, yanımda olmağına öyrəşdim, öyrəşdim, öyrəşdim. Bəli, dəyərli dinləyicilərimiz, biz yenidən davam edirik. İş bilən verilişim. Çox maraqlı bir mövzusu var. Təbii ki, biz də bu mövzuyla əlaqədar olaraq işinin peşəkarı olan klinik psixoloq Mirşahin Əlizadəni dəvət etmişik. Sizdən gələn sualları cavablandırırıq. 055 203 1103. Suallar çoxdur, amma bizim dəyərli mənim həmkarım var ki, Aynur bəylər. Onun belə sualları olan hər dəfə bir maraqlı sualları olur və onun atdığı imzası da maraqlı olur və dinləyicilərimizin də belə maraqlandıran suallar olur. Ona görə sözü ötürən mənim dəyərli həmkarım Aynur bəylə imkan ver. Qızım, sözünü bitirim, nöqtəni vurum. Artıq tərifdən utandım, ona görə keçdim mövzuya. Elə bir ki, tərif olmuyor. Buyur, Aynur, sualını ver. Mirşah bəy, ümumiyyətlə, hal-hazırda bizə qoşulan dinləyicilərimiz var ki, biz reklamdan öncə danışdıq yaddaş zəifliyindən, danışdıq şüuraltı inanclardan və dinləyicilərimiz Mirşahin bəyə hansı problemləri ilə bağlı müraciət edə bilərlər? Mən istəyirəm o problemləri siz sayasınız ki, dinləyicilərimiz rahat şəkildə sizin telefon nömrənizi rahat yığıb hansı problemlərini dilə gətirə bilərlər. Amma cavabı verməmişdən öncə mən istəyirəm bir sizin telefon nömrənizi dinləyicilərimiz üçün təkrarlayım. 099 939 66 99. Buyurun. Dinləyicilər və ya hər kəs bizə müxtəlif mövzularda müraciət edirlər. Hansı mövzularda müraciət edə bilərlər? Yaddaşları ilə bağlı problem varsa, məsələn, oxuduğu, gördüyü, eşitdiyi şeylər yadlarında qalmırsa, rəqəmlər, tarixlər, illər, insanların adları və üzləri, eyni zamanda adını qoya biləcəyimiz istənilən informasiyanı xatırlamaqda çətinlik çəkənlər, imtahana hazırlaşanlar, vəkillər, hüquq sahəsində çalışanlar, yəni dövlət adamları, hər kəs müraciət edir bizim təlimlərimizə, müraciət edə bilərlər. O cümlədən bəzən olur ki, bizim həyatımızda bəzi şeylər davamlı təkrarlanır. Həmişə iş mühitində eyni tip insanlarla problem yaşayırıq. Münasibətlərimizdə eyni çətinliklər yaşayırıq. Öfkəmizi, duyğularımızı kontrol eləyə bilmirik. Səbəbini bilmədiyimiz halda eyni şey həyatımızda təkrarlanır və bizim ürəyimizə şübhə düşür ki, görəsən mənə nə olub ki, eyni şeyi dəfələrlə mən yaşayıram. Qarşınızda elə ki, o insan. Talih və qisməti günahlandıran bütün insanlar, o cümlədən karyeralarında, maddi məsələlərdə, başqaları ilə olan ünsiyyətində problem yaşayan hər kəs, məhdudlaşdırıcı inanclarından azad olmaq istəyən hər kəs müraciət edə bilər. Əziz dinləyicilərimiz, əminəm ki, siz də dediniz ki, nə yaxşı ki, belə bir insan mən tanıdım iş biləndə və mütləq şəkildə müraciət edəcəm. Çünki bilirəm ki, 90% insanlar o problemi yaşayırlar ki, axı mən yaxşı insanam, yaxşı işlər görürəm, niyə mənim həyat yolum düzgün getmir? Və yaxud da ki, bu cür və yaxud da yaxşılıq edirəm, amma bunun mükafatını görmürəm. Və yaxud da ki, mənim kimi valideynlər var ki, övladlarının yaddaşından narahatdırlar və onlar artıq abituriyentdirlər, universitetə hazırlaşırlar və onların yaddaşını daha da belə itləşdirmək istəyirlərsə, rahat şəkildə 099 939 66
6699 nömrəsini yığaraq Mirşahin bəyə rahat şəkildə övladınızı özünüzə etibar edə bilərsiniz. Buyur Anar. Siz çox gözəl bir məsələlərə toxundunuz və mənim ağlıma ilk olaraq nə gəldi? Aynur da bunu çox gözəl bilir ki, biz bəzən mədəniyyətimizə, tərbiyəmizə sığınaraq kimsənin qəlbinə dəyməmək üçün yox sözü demirik və özümüzü atırıq oda və təbii ki, bunun ağrısını, zərərini kim çəkir? Biz çəkmiş oluruq. Qarşı tərəf isə öz işində, öz gücündədir. Təbii ki, onun yeri işləmiş də oluruq. Biz yox sözünü necə deyək ki, qarşı tərəfin xətrinə dəyməsin bu. Həm də o başa düşsün ki, bu yox sözün nəyə görə biz deyirik. Bax, bunun cavabını istəyirəm sizdən alaq ki, çünki illərlə mənim və mənim ətrafımda olan insanlar var ki, hansı ki, mənim kimi utancaq, səmimi, mədəni insanlar da onlar yox sözü deyə bilmirlər. Necə edək ki, bax, bu yox sözün deyəndə qarşı tərəf üçün düşmən olmayaq. 31 yaşımda ilk dəfə yox sözünü dedim və belə deyim, qarşı tərəfi üçün ən pis və düşmən olan bir insan oldum. Bilirsiniz, birincisi nəyə görə yox deyə bilmirik, buna baxmaq lazımdır. Çünki bir çox hallarda bunun düzdür, konkret bir düsturu yoxdur. Çünki hər bir insan psixologiyada individualdır, individual yanaşma tələb eləyir. Amma yox deyə bilməməyimizin arxasında da özümüzlə bağlı müəyyən inanclar dayanır. Məsələn, mən öz təcrübələrimdə nəyi görmüşəm? Bir çox hallarda insanlar yox dedikləri zaman şəxsiyyətlərinin alçalacağını düşünürlər. Çox maraqlı bir şəkildə. Məsələn, bir pasiyentimiz var idi, o başqa insanların xətrinə dəymək istəmirdi. Nəyə görə? Çünki yox desəydi, qarşı tərəfin xətrinə dəyəcəkdi. Xətrinə dəysəydi, vicdan əzabı çəkəcəkdi. Vicdanın narahatlığı yaşadığına görə, yox dediyi zaman vicdan əzabı çəkəcəyinə inandığına görə, bu səbəbdən də yox deyəndə vicdan əzabı çəkirdi. Buna inanırsa bu reallığı yaşayacaq. Bu bir qaçınılmaz bir faktdır. Və düşünür ki, o mənə nəsə bir səhv bir şey gətirə bilər, bir pislik gətirə bilər, işim yolunda getməyə bilər, karmada da mən ona pislik elədim, yox dedim, incitdim, qəlbinə dəydim. Bunlar inanclardır. Bunların hamısını siz belə olduğuna inanırsınızsa, o həqiqətən də sizin həyatınıza bu şəkildə təzahür eləyəcək. Digər tərəfdən də bəzən bizim ünsiyyət strategiyalarımızda bir yanlışlıq olur. Bəzən yoxu çox sərt bir şəkildə deyirik. Hətta bunun üçün müəyyən kitablar oxuya bilərlər. Razı salma psixologiyası ilə bağlı kitablar oxuya bilərlər. Robert Cialdini'nin razı salma psixologiyası kitabı var. Onu oxumağınızı tövsiyə edirəm. Çox gözəl şeylər var orada. Bəzən elə yox deyə bilirsiniz ki, qarşı tərəf sizin yox dediyinizi belə anlamır. Amma siz əslində yox demiş olursunuz. Onun da taktikaları var. Mən son zamanlar Aynur belə düşünürəm ki, artıq biri var ki, sən deyə bilmədikləri yalan bir donu geyindirəsən və yalan danışmaq özünü məcbur edəsən ki, misal üçün sənə deyirlər ki, sabah görüşə gəl. Deyirsən, yox, məndə alınmır, bilmirəm, xəstəyəm, oldu, bu oldu. Konkret cavab versən, məndə alınmır, səbəbini amma demirsən. İndi bilmirəm Aynur, sən nə cavab verirsən. Məndə artıq konkret belə bilmirəm. Və yaxud konkret deyirəm ki, yəni məndə alınmır. Səbəb, yəni şəxsi bir işim var, söyləyə bilmirəm. Dinləyicilərimizin sualı var. Deyirlər, Anar, çox sual verirsən, imkan ver, biz də bir-iki sual verək. Niyə yeni və böyük layihələri götürməkdən qaçıram, halbuki təcrübə buna imkan verir? Deyə dinləyicimiz soruşur. Yeni və böyük layihələri götürdüyü zaman iləriki zamanlarda yaşayacağı müəyyən streslər olduğuna inana bilər. Məsələn, bir çox hallarda biz bunu görmüşük. Hər cür bacarığım, imkanım, resurslarım var, amma yeni böyük bir layihə götürsəm, ola bilər ki, bu yenə deyim, bu bir resept deyil, belə olmaya da bilər. Amma ehtimallardan biridir, inanclardan biridir. Böyük bir layihə götürsəm, özümə, ailəmə, yoldaşlarıma, öz istirahətimə, şəxsi həyatıma zaman ayıra bilməyəcəm. Günü rejimim dəyişə bilər. Bu şuur altımıza gizlənmiş bir inanc olur. Nəticədə buna inandığımıza görə həmin o komfortumuzdan ödün verməmək üçün buradakı bacara biləcəyimiz şeyləri eləmirik. Çünki mən bunu eləsəm, böyük bir layihə məni məşğul eləyəcək, istirahətimə zaman ayıra bilməyəcəm, huzurum pozulacaq. Burada inandığı şey nədir? Böyük layihəyə girişsəm, huzurumu itirəcəm. O huzuru itirməmək üçün də böyük layihəyə girməməyi seçə bilir. Lakin onu da istədiyinə görə çıxılmaz ikiləmdə qalır.
bilmir ki, onu eləsin yoxsa bunu eləsin. Biz bu vəziyyəti adətən belə metaforik olaraq izah edirik. Həyat bir ayağınız qaz pedalında, digər ayağınız əyləc pedalında avtomobili sürməyə bənzəyirsə, şuur altında ziddiyyət təşkil edən inanclar var. O inancları dəyişməlisiniz. Növbəti bir sual var ki, kiminləsə razılaşmayanda daxilimdə bir titrəmə və həyəcan hiss edirəm. Sizcə bunun nə ilə əlaqəsi var? Streslə. Yəni kiminləsə razılaşmayanda, həmin şəxsin fikirləri ilə ortaq düşüncə içində olmayanda, bu Allah bilir həmin insanın zehnində hansı stresləri tətikləyir ki, o stresə qarşılıq olaraq da bədəninin verdiyi özünü müdafiə funksiyaları, davranışlar, reaksiyalar bunlar. Terapiya ilə bağlı suallar var ki, nə qədər müddət davam edir və nəticə nə vaxt görünür? Nə ilə bağlı olduğunu yazsınlar ki, biz ətraflı bir cavab alaq. Ümumən belə bir şey deyə bilərəm. Mən 2021-ci ildə Psyche adlanan bir metodu öyrəndim Türkiyədə təhsil alarkən. Eşitmişəm o haqqda, amma dərinliklərini bilmirəm. Buyurun. Psyche adı belə Psyche səslənir, amma yazılışı tamamilə fərqlidir. P-S-Y-C-H-K şəklində yazılır. Dünyaca məşhur hüceyrə bioloqu Bruce Lipton'un İnancın Biologiyası əsərində bundan bəhs edir. Psyche insan beyninin təbii işləmə prinsiplərinə əsaslanaraq, yəni sağ və sol beyin yarımkürələrini balanslı şəkildə istifadə edərək yıxıcı bir stressdən tez bir zamanda qurtulmağa ya da məhdudlaşdırıcı bir inancı asan, rahat bir şəkildə dəyişdirməyə kömək edir. Nəticədə insanın həyatı performansları dəyişir. Psyche'nin digər metodlardan fərqi odur ki, Psyche şuur altımızı birbaşa istifadə edərək hər üç zehin səviyyəsində, yəni şuur altı, üst şuur səviyyədə məsələyə baxdığına görə burada proses həm çox asan gedir, həm rahat gedir, həm də qalıcı olur. Tez bir zamanda baş verir. Ona görə ənənəvi digər metodlardan fərqli olaraq həmin o inanc dəyişdirmə sahəsində ən effektiv metoddur deyə bilərəm. Və bu səbəbdən də digər üsullarla 5, 6, 10 seansa getdiyiniz yolu elə vaxt olur ki, Psyche-də 1-2 seansa tamamilə yekunlaşdıra bilirsiniz. Nə gözəl. Əziz dinləyicilərimiz, siz də ümumən öz həyat tərzinizdə hansı ki bir karmalar var ki, siz təkrar onu yaşayırsınız və özünüzdən şikayətlənirsiniz ki, bu bədlik niyə məni hər an tutur və niyə mənim işim rahatçılıqla getmir və yaxud da ki, yaddaşınızda hər hansı bir problem yaşayırsınızsa və get-gedə bu yaddaşınızın itirməyini dərinləşdirirsə və özünüzə şübhələnirsiniz ki, mənim yaddaşım nə qədər bu qədər zəifləyəcək və bunu zəifliyi aradan qaldırmaq istəyirsinizsə, çox rahat şəkildə özünüzə, övladınıza, ətrafınızdakı inandığınız insanlara etibar edəcəyiniz tək şəxs Mirşahin bəy olsun. 099 939 66 99 nömrəsinə zəng eləyərək Mirşahin bəyin qəbuluna yazıla bilərsiniz ki, Mirşahin bəy sizə bir sual vermək istəyirəm ki, son vaxtda demək olar ki, həyatımızın 90%-ni alıbdır ki, numeroloqa gedirlər və kodlaşdırma rəqəmləri götürürlər. Bu mənim pul kodumdur, bu mənim həyatımda xoşbəxt olacaq günlərimi tez gətirmək üçün kodlaşdırılmış bir həyat tərzi kodudur. Bəli. Ümumiyyətlə bu kodlaşdırmaya necə baxırsınız? Bu hər kəs əlində bir kağız alıb gəzir ki, həqiqətən də bu nömrələrin, rəqəmlərin bizim həyata təsiri var. Misal üçün deyirlər 9-u doğulan insanlar zərbə alırlar. Bunlar bu həyata qoruyucu mələklər kimi gəliblər, qurbanlar kimi gəliblər. Mirşahin bəy gülür. Buyurun. Mən bu məsələyə necə baxıram? Bilirsiniz, rəqəm nədir? Rəqəm riyazi bir simvoldur. Riyaziyyat kainatın dilidir. Rəqəmlərin müəyyən qədər insanın həyatına təsiri ola bilər, amma bu numerologiyada bəzi şeylər ki var, mən bunlara açığı deyim, yaxşı baxmıram. Bunun əsaslı səbəblərim də var yaxşı baxmamaqda. Nəyə görə? Çünki son zamanlar çox yayılıb. Deyirlər ki, sən filan tarixdə doğulmusansa, deyək ki, sənin bu tarixdə doğulan insanların müəllimlik qabiliyyəti yaxşı olmur, həkimlik qabiliyyəti yaxşı olur. Mən o qədər bunu səhv çıxardacaq nümunələr bilirəm ki. Mənə məsələn, mənim özümə birisi gəlib demişdi ki, səndə əslində müəllimlik yaxşı alınmır, sənin doğum tarihi, hələ məni tanımırdı. Müəllimlik səndə yaxşı alınmır, sən bank işçisi olmalısan. Halbuki mənim rəqəmlərlə heç aram yoxdur. Riyaziyyat da sevməmişəm orta məktəbdən bəri. Humanitar elmləri daha çox sevmişəm. Yəqin ona görə numeroloqları da sevmirsiniz. və onunla bir əlaqəsi yoxdur. Və mən pedaqoji fəaliyyətini uzun illər ki, pedaqoji fəaliyyətlə məşğul oluram. Tələbələrimizlə çox yaxşı nəticələrimiz alınıb. Yəni
Bunu deyək ki, indi mən özümü bilirəm, bu sahənin içindəyəm, müəllimlik fəaliyyətim var və mən bunu deyən bir insana gülünc bir şəkildə qarşılayaram. Sizin adınız nədir? Aynur. Aynur xanım, düzdürmü? İndi mən gəlib desəm ki, mən sizin adınızın Aynur olduğuna inanmıram, sizin adınız Aynur deyil. Siz nə deyəcəksiniz mənə? Gülüb keçəcəksiniz ki, boş-boş danışır. Hətta insanı dəqiqləndir, özümə şübhə eləyirəm, gözümdə orada mənim adım. Yox, mən həyatda var ümumiyyətlə. Mən əminəm ki, mənim adım deyək ki, Aynurdur, mənim adım Mirşahindir. Yəni bu kimsə mənə desə ki, sənin adın Aynur deyil, sənin adın Mirşahin deyil, bunun heç bir əhəmiyyəti yoxdur. Amma deyək ki, bilməyən bir insana siz gedib desəz ki, bu tarixlərə istinadən səndə filan şey alınmaz, səndə filan şey alınar, siz o insanı uğursuzluq psixologiyasına məhkum etmiş olursunuz. Siz onun talehinə müdaxilə edirsiniz və siz o insanı qurban psixologiyasına salarsınız. Bu da yetməzmiş kimi onu manipulyasiya edirsiniz. Siz nə bilirsiniz onun həyatında nəyin onun üçün xeyirli, nəyin xeyirsiz olduğunu? Bir insanın həyatında nəyin onun üçün faydalı, faydasız olduğunu o insanın özündən başqa heç kəs yaxşı bilə bilməz. Doğru, mən sizinlə razıyam. İkincisi, bir də bir şey deyirlər ki, karmalar və s. nə bilim, 15-ci əsrdə sənin nənən baban hansısa günah iş törədibsə, bunun cəzasını sən burada 5 əsrdən sonra niyə çəkməlisən? Bu nə qədər məntiqsiz, nə qədər saçma düşüncədir bu. Belə bir şey yoxdur. Nəyə görə yoxdur? Çünki bizim nəsildən nəslə ötürülən inanclarımız var, bəli. Yəni, mənim valideynim özü nə qədər ata-ana olmağı bacarıbsa, özünün pulla münasibətləri, nə bilim, işlə bağlı inancları nədirsə, məni yetişdirəndə onlar mənə öyrədir. Amma bu mənim həyatımda cəmi inanc olaraq müəyyən bir yer tutsa belə gen 1% rol. Gen nə qədər rol oynayır, onu reklamdan sonra biləcəyik. Və yazıblar ki, niyə başına gələn hadisəni danışmadın? Mütləq şəkildə 3-cü hissədə bununla bağlı danışacağam. Amma indi hal-hazırda reklamlara ayrılırıq, dəyərli dinləyicilərimiz. Reklamlardan sonra sizin suallarınızı cavablandıracağıq. Xəzər radiosunda reklam vaxtı. Tələsin! 30 dekabradək Banko Bakudan 50.000 manatadək nağd pul kreditini 0% komissiya ilə, yəni komissiyasız əldə edin. Daha ətraflı 145. Banko Baku 18 fevral 2005-ci il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir. Çindən avtomobil gətirmək heç bu qədər asan olmamışdı. Kain Cars'la siz xəyalınızdakı avtomobilə ən sərfəli qiymətlərlə sahib ola bilərsiniz. Şirkətimiz sifarişləri tam rəsmi müqavilə ilə həyata keçirir. Ekspres çatdırılmamızla zamana qənaət edirsiniz. Söz verdiyimiz vaxtda avtomobil sizə təhvil verilir. Həmçinin Çindən Azərbaycana avtomobil daşıma xidmətimizdən faydalana bilərsiniz. Telefon 050 881 66 77 050 559 36 38. Instagram Kain Cars Az. Bədəninizdə enerji azalır, çəki artır, amma səbəbini tapa bilmirsiniz? Yuxusuzluq, hormon balansızlığı, yorğunluq. Bütün bunlar endokrinoloji problemlərin əlaməti ola bilər. Endokrinoloq nutritsoloq Səbinə Ziyafət İbrahimova ilə bu problemlərə tez bir zamanda həll yolu tapacaqsınız. Doktor Səbinə Ziyafət İbrahimova. Telefon 051 330 14 00. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdi. Qafqazın ən böyüyüsən, Abşeronum, evimizin hər şeyisən, Abşeronum, seçimlərin əzəlidir, Abşeronum mənim. Abşeron Ticarət Mərkəzi. Evdən bağa, təmirdən tikintiyə hər yol Abşerondan keçir. Evinizə nə lazımdırsa, Abşerona gəlin. Tələsin! 30 dekabradək Banko Bakudan 50.000 manatadək nağd pul kreditini 0% komissiya ilə, yəni komissiyasız əldə edin. Daha ətraflı 145. Banko Baku 18 fevral 2005-ci il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir. Mayak Residence, şəhərin yeni siması. Premium həyatın yeni ünvanında mənzillər 17.500 manat ilkin ödənişdən başlayan qiymətlərlə ipoteka və daxili kredit şərtləri ilə satışda. Ətraflı məlumat üçün Ulduz 4554-ə zəng edin. Xəzər radiosunda reklam vaxtı. Süzə baxıram onun gözünə, o da gecədən düşüb elə mənim izimə.
adam. Bu yuxudur mənsə rahatam. İstəmərəm kimsə oyada. Gözlərinə baxa-baxa itir adam. Süzə-süzə baxıram onun gözünə. O da gecədən düşüb elə mənim izimə. Addım atmır dəsti, mən ondan da dərs. Amma gecə gözlərimdən oxuyuram. O da istəyir mənimlə rəqs. Mənimlə rəqs. Bəli, dəyərli dinləyicilərimiz, İşbinən verişi davam edir və çox maraqlı bir mövzumuz və suallarımız var. Suallarımıza keçid etmək istəyərdim, çünki suallar həddindən artıq çoxdur. Başıma gələn əhvalatla bağlı valla bugün danışa bilməyəcəm, çünki suallar çoxdur, inanclarla bağlı idi. Müasir həyat tərzi insanı daha tənha edir. Mən belə düşünürəm, dinləyicimiz yazıb Mirşahin bəy. Necə düşünürsünüz? Ola bilər, çünki indi süni zəkanın da aktivləşməsi ilə, məşhur olması ilə insanlar dərdləşməyə əvvəl dost-tanış axtarırdı. İndi telefon axtarırlar, kompüter axtarırlar. Ona görə müəyyən qədər doğru həqiqət payı var bunun. Sosial şəbəkələr psixoloji problemləri artırır, yoxsa sadəcə görünənidir? Sosial şəbəkələr psixolojik problemlərin, mövcud olan psixolojik problemlərin artmasını dəstəkləyə bilir. Nəyə görə? Çünki bir insanın içində deyək ki, özünü yetərsiz hiss etmə duyğusu, inancı və s. varsa, girir sosial şəbəkədə, bir də baxır onu necə istifadə edir. Gedir özünü başqaları ilə müqayisə edib, onların profilinə baxıb, bəzi lüks həyat tərzi keçirən insanlarla özünü müqayisə eləyirsə, özünün aşağılıq duyğusunu biraz da artıra bilir. Bəlkə də çox izlədiyi adam reallıqda o həyat tərzində yaşamır. Yəni, biz nə zaman, Mirşan bəy soruşurlar ki, biz nə zaman kliniki psixoloqa müraciət etməliyik? Əsəbi, narahat, gərgin, depressiv hallarımızda, yoxsa ola bilər ki, müəyyən bir məsələlərdə fikir almaq üçün də müraciət edə bilərikmi? Xahiş edirəm, yazanda bir aşağı, bir yuxarı yazılmasın, zəhmət olmasa. Normalda bu sadalanan hallarda klinik psixoloqa müraciət etmək olar. Amma təəssüf ki, hal-hazırda vəziyyət elədir ki, işini düzgün haqqı ilə yerinə yetirən insan sayısı demək olar ki, yox səviyyəsindədir. Ona görə də insanlar bildi-bilmədi, yanlış doğru, insanları fərqli yanlış istiqamətlər verə bilirlər. Bu səbəbdən bəzən psixiatra müraciət edirlər, lazımsız yerə dərmanla yüklənirlər, bəzən lazımsız terapiyalar aparırlar və yaxud mütəxəssis düzgün işləmir, mütəxəssis vicdanla işləmir, qarşısındakı insanın sağalması üçün onu gücləndirəcək şeylər öyrətmək əvəzinə onun gücünü əlindən alıb özündən davamlı yanına gəlsin deyə asılı vəziyyətə sala biləcək vicdansız hərəkətlər eləyə bilir. Ona görə də biz də şiddətlə qınayırıq onları buradan. Şiddətlə qınayırıq və ona görə vəziyyət elə yerdədir ki, adam qorxur bir tövsiyə eləməyə ki, belə vəziyyət olanda kimin yanına gedəsən. Dəyərli dinləyicilərimiz, sizin də suallarınız varsa 055 203 11 03 nömrəsinə yazın.
yazırsınız və təbii ki, Mirşahin bəylə əlaqə saxlamaq istəyirsinizsə 099 939 66 99. Aynurun sualı var, iki möhtəşəm. Dedim ikisini mən oxuyuramsa, ikisini də həmkarım oxusun. Sonra deməsinlər ki, alıb WhatsApp-a ən azı dinləyici sualını oxuyur. Buyur Aynur. Mirşahin bəy, mən sual yazıblar ki, həyatımda hər şeyin riyazi dəqiqliklə 2/2 kimi olmasını istəyirəm. Qeyri-müəyyənlik məni niyə bu qədər qorxudur? Gözəl sualdır. Qeyri-müəyyənlik tək həmin şəxsi qorxutmur. Qeyri-müəyyənlik ümumiyyətlə bütün insanları qorxudan ən böyük qorxunun mənbəyidir. Bir canlı üçün həyatdakı ən böyük qorxu nədir bilirsinizmi? Ölüm. Yəni bütün canlıların bütün qorxuları hamısı əslində gedib çıxır ana duyğu olan ölüm qorxusuna. Ölüm niyə qorxulur bir canlı? Çünki öləndən sonra başına nə gələcəyini bilmir. Qeyri-müəyyənlik. Yəni əslində insanlar qeyri-müəyyənlikdən qorxurlar. İnsanın həyatındakı ən böyük qorxusu qeyri-müəyyənlikdir. Komfort zonadan çıxa bilməməyinin də səbəbi o olur. Çünki deyək ki, işdən çıxdım, görəsən başıma nə gələcək? Filan qərarı verdim, görəsən başıma nə gələcək? Bu qeyri-müəyyənlik inancları insanları qorxudur. Ona görə də qeyri-müəyyənlikdən qorxması çox təbii və normal bir haldır. Bunun yerinə nə istədiyini müəyyənləşdirib o yöndə inanclarını dəyişdirməsini tövsiyə edirəm. Sizə müraciət edə bilərlərmi bu problemə? Əlbəttə. Buyurun, Mirşahin bəy müraciət edə bilərsiniz. 099 939 66 99 telefon nömrəsi. Növbəti suala keçim, yoxsa Anar sən oxu, sonra mən keçim. Çox sağ ol Anar bəy. Mən tərəzi böləcəm, ədalət carçısıyam. Buyurun. Niyə keçmişdəki pis münasibətimi indi yalnız yaxşı tərəfləri ilə xatırlayıram? Sanki o qədər əzab çəkən mən olmamışam. Bu əslində yaxşı bir haldır. Bunu yazan şəxs çox güman ki, içində aqressiv və belə deyək, kin saxlayan bir insan deyil. Çünki adətən insan təbiət etibarilə negativi görməyə meyillidir. Hətta Machiavelli'nin bir sözü var, deyir ki, insanlar onlara qarşı edilmiş yaxşılıqdan çox onlara qarşı edilmiş pisliyin əvəzini qaytarmağa daha çox istəklidirlər. Çünki minnətdarlıq bir yükdür, intiqam isə bir zövq. Bunu eləyə bilirsə, bu əslində həmin şəxsi mən təbrik eləyirəm. Tək elə həmişə yaxşı şeylər arzulasın. Lakin ola bilər ki, həmin şəxs həmin yaxşı şeylər üçün darıxır və o yaxşı şeyləri bir daha əsla başqa birisi ilə başqa bir şəkildə əldə edəməyəcəyinə inanır. Bu səbəbdən də əslində toksik olan bir münasibəti yenidən bərpa edib həyatında yaşamaq istəyə də bilər. Amma bu da təbii ki, şəxsi tanımıram, bir ehtimal ola bilər. Ehtimallardan birisidir. Biz əslində gedənə üzülmürük. Gedənin bizdən apardığı duyğuya üzülürük. Yox, mən əvvəl üzülürdüm, Aynur. Mən elə baxma tərsdə. Bir şəhər kəlmə söz deyir, adamın fikri aparır, gedir, qabaqda vur. Gedənə bir kəlmə deyirsən, qapı oradadır, yaxşı yox, qısa və konkret, lazım deyil, ağlamayın, o tərəflərə gedib özünüzü depressiya salmayın. Dəyərli dinləyicilər, İş Bilən verilişində hal-hazırda sponsor zamanıdır və mən sponsor təqdimatı edirəm sevə-sevə, çünki ən faydalı məlumatları sizin üçün səsləndirəm dəyərli dinləyicilərimiz. Baş sponsorumuz Cain Cars. Əgər siz də Çindən istənilən avtomobili sifariş etmək istəyirsinizsə və özdə sərfəli qiymətə etibarlı olaraq şirkət axtarırsa, mütləq şəkildə seçiminiz baş sponsorumuz Cain Cars olsun. Tam rəsmi müqavilə ilə hər şey həyata keçirir və maşın Çindən Bakıya təhvil verilənə qədər anında, hər şəhərdə, hər saatda sizə məlumat verirlər dəyərli dinləyicilərimiz. 050 559 36 38 bu qızıl nömrə mütləq şəkildə qeyd edin. Ünvanında soruşursa, Babək prospekti, Hyundai Auto Plaza Mall yaza bilərsiniz. Daha doğrusu axtarışa verə bilərsiniz. Və biz təşəkkür edirik sponsorlarımıza. Mövzumuzla bağlı davam edirik. Artıq vaxtımız yekunlaşmaq üzrədir. Çox təəssüflər olsun. Amma bir dinləyicimizin sualını Fidan icazə verirsə səsləndirim. Vaxtımıza bir 3 dəqiqə var. Niyə mən hər dəfə qurban obrazında oluram? Bilmirəm ki, nə baş verir. Amma kimə yaxşılıq edirəmsə, yəni heç vaxt onlardan yaxşılıq görmürəm, əksinə pislik görürəm. Bunun günahkarı kimdir? Özümüz. Təbii ki, özümüz. Qurban misalı həyatımızda bir şey davamlı təkrarlanırsa, deməli bizim şuur altı zehnimizdə bir inanc var ki, o davamlı özünü təkrar edir. Çünki biz əgər etdiyim yaxşılıqlar dəyər görməz inancına sahib isə, birisinə bir yaxşılıq eləyəndə o inancın dəyər görməsi üçün axtaracaq ki, görək bu insan mənə bu dəyəri necə qaytaracaq. Bir gözlənti qoyacaq. Gözlənti qoyduğumuz zaman, özümüzü o mövzuda stresə saldığımız zaman ən kiçik bir nüansda belə ürəyimizə şübhə düşəcək ki, hə, bu insan qədrimi bilmədi və s. Bu səbəbdən də belə şeylərə çox ilişib takılıb qaldığımıza görə
hər dəfəsində gözlədiyimiz qarşılığı ala bilmədikdə deyəcəyik ki, bax gördünmü insanlara yaxşılıq yaramır, bax gördünmü etdiyim yaxşılıqlar layiq olduğu qiyməti görmür. Ona görə də Jung'un sözü yadımıza düşür. Carl Gustav Jung deyib ki, siz şuur altınızı şuura dönüşdürənə qədər, onun fərqinə varana qədər həyatınızda eyni şeyləri təkrar edəcək və siz bunun adını talih və qismət adlandıracaqsınız. Tamamilə bizim inanclarımızla bağlı olan bir şeydir. Psyche metodunu sınamağını şiddətlə tövsiyə edirəm. O inancı bir neçə dəqiqə ərzində dəyişdirməsi mümkündür. Təşəkkür edirik sizə. Bugün gəldiniz. Maraqlı bir mövzulara bağlı danışdıq. Düzdür, təbii ki, bildiyimiz, bizim hansı ki o doğru bildiyimiz yanlışlar da oldu. Buna da bağlı məsləhətlərinizi aldıq. Dinləyicilərimizdən sonsuz təşəkkürlər var. Həm sizə, həm bizə. Bir daha da əlaqə nömrəsini xatırladaq. 0999 939 6699 nömrəsi əlaqə saxlaya bilərsiniz dəyərli dinləyicilərimiz. Təşəkkür edirik sizə. İnşallah yenidən yeni ildə görüşmək ümidi ilə yeni iliniz uğurlu düşərli olsun. Dəyərli dinləyicilərimizlə sağollaşırıq. Sabah eyni məkanda, eyni dalğada, eyni saatda eşidilmək ümidi ilə.